Yani görüntü götürürsen de düzgün başlar. Işık, ışık kvantları. Işık kvantları. Mövzumuzun adıdır. Demək, atom haqqında təsəvvürlər, indi bundan əvvəlki, sonraki dərslərdə də keçərik. Max Planck atom haqqında belə bir fikir irəli sürür ki, deyir ki, atomlar elektromaqnit enerjisini ayrı-ayrı porsiyalar şəklində şüalandırır və ya odur. Həmin porsiyalar sonradan adlandırıldı foton. Foton deyilən bir elektromaqnit sahəsinin bir zərrəciyidir. Sonradan foton haqqında artıq bilikləri biz öyrənirik. Məsələn, deyirik ki, foton nədir? Normalda sükunət halında mövcud deyil. Sükunət kütləsi yoxdur. Yoxdur. Bu bir. İkincisi, deyirik ki, foton adi halda mövcud deyil. Adi halda mövcud deyil. Üçüncüsü, foton artıq yarananda, yəni yayılanda C bərabərdir 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyəyə malikdir. İşığın vaxtında yayılma sürətinə bərabərdir. Yayılan zaman. Adi halda sükunətdə mövcud deyil. Sükunət kütləsi yoxdur. Normalda da mövcud deyil, amma yarananda həm sürətə malikdir, həm impulsa, həm də enerjiyə malik olur. Onda 4. Deyirik ki, bölünmə zərrəcikdir. Tərkibi məlum deyil. Sonra 5. Yəni, hər hansı bir elektrik və maqnit sahəsinə meyl edə bilmir. Çünki normalda sərbəstdən mövcud deyil. Deyirik ki, bəs fotonun enerjisi artıq Max Planck'ın müəyyən etdiyi fotonun enerjisi Y foton bərabərdir H-nü enerjisinə malikdir. H burada Planck sabitidir. Planck sabiti. Ədədi qiyməti nə qədərdir? Deyirik ki, H-ı buradan tapsam, H bərabərdir Y foton bölünsün nüdür. Vahidi Joule bölünsün mol. 1 bölünsün saniyə onu da yazırıq. O da olur Joule vurulsun saniyə. Mol nədir? Nü burada tezlikdir. Bağışlayın inşallah. Tezlik. Vahidi nü bərabərdir 1 bölünsün saniyədir. Deməli, H Planck sabitinin vahidi Joule vurulsun saniyədir. Ədədi qiyməti 6,63 vurulsun 10 üzərində -34 Joule vurulsun saniyəyə bərabərdir. Planck sabitinin ədədi qiyməti. Fotonun enerjisi Y foton tezliklə, yəni nü ilə düz mütənasibdir. Fotonun enerjisinin düzdür. Y foton bərabərdir. Başqa nə cür yaza bilərik? H bölünsün lambda uşaq. Lambda burada dalğa uzunluğudur. Onda fotonun enerjisi tezliklə düz, dalğa uzunluğu ilə necə mütənasibdir? Tərs mütənasibdir. Max Planck, buna deyirik Planck sabiti. H bərabərdir 6,63 vursa 10 üstü -34. Planck sabiti. Buraya qədər bir sualımız var mı inşallah? Fotonun enerjisindən bağlı əsas düstur budur. Y foton bərabərdir H-nü. Nü burada tezlikdir. Fotonun enerjisi tezliklə düz mütənasibdir. Bəs fotonun enerjisinin dalğa uzunluğu ilə olan düstur Y foton bərabərdir H bölünsün lambda şəklindədir.
Aha. Fotonun impulsa malikdir. Fotonun impuls bilirik ki P hərfi ilə işarə olunur. P bərabər normalda deyirik ki MC-dir. Düzdür, MV deyirik, amma yayılanda MC ilə yayılacaq. Bəs fotonun enerjisinin kütlə arasındakı əlaqə Einstein'in təyin etdiyi dedik ki enerji ilə kütlə arasında əlaqə düsturu. Əlaqə. Enerji ilə kütlə arasında əlaqə Y bərabərdir. M vuraq nədir? S kvadrat. Əla. İndi buradan S-ni tapıb burada yerinə qoyuruq. Onda impuls düsturumuz necə olacaq? Impuls P bərabərdir. M-i tapaq yaxşı. M-i tapaq. Buradan M-i tapanda Y bölünsün S kvadratı. Y bölünsün S kvadratı S'ye vuranda S'ler gedir. Y bölünsün S kalır. Düzdür. P bərabərdir. Y'nin yerine H-nü yazsam veya HS bölünsün lambda yazsam fotonun impulsu H bölünsün lambda olarak qalacaq. Buraya kadar kiminsə sualı var mı uşaqlar? Burada da fotonun impulsu tezliklə yoxsa devam edir uşaqlar. Fotonun impulsu tezliklə düz mütənasibdir. Fotonun impulsu dalğa uzunluğuyla ters mütənasibdir. Bu şəkildə. Aha. Bu oldu fotonun enerjisi və fotonun impulsu. Adi halda mövcud deyil. Sükunət kütləsi yoxdur. İşığın vakuumda yayılma sürətinə bərabərdir. Yayılanda enerji və impulsa malik olur. Enerjisi H-nü, impulsu da H bölünsün lambda və ya H-nü bölünsün S. Al. İndi keçirik əsas məsələyə. Baxın, bunları fotoeffekt üçün Einstein tənlik. Birincisi yazaq fotoeffekt nədir? Qısa deyəcəyik. Metalın səthində elektronların qopması. Yəni qızdırılan metaldan elektron qopur. Bu hadisə deyirik fotoeffekt hadisəsi. Sadəcə məsələ burasındadır ki, sadəcə bunu göstərək vakuumda elektrik cəryanı keçəndə demişdik. Baxa, havası çıxarılmış şüşə bir balonumuz var. Aha, baba. Buradan ışık şüaları salacağıq. Burası olsun katod. Burası olsun anod. Aha. Dövrəyə birləşdiririk. Bir dənə voltmetr qoşuruq. Gəldi. Belə. Bura bir dənə ampermetr qoşuruq. Qoşuruq bir dənə. Bax belə bir potentiometr. Bax belə bir dövrə qoşuruq. Hazırlayırıq. Aha. Bura olacaq mənfi hissə. Bura olacaq müsbət hissə. Buna deyirik düz birləşmə. Bunu da deyək ki, bunlar iki cür birləşməyə malikdir. Düz birləşmə də var, tərs birləşmə də var. Bu hal-hazırda düz birləşmədir. Mənfi gəlib katda birləşib, müsbət də gəlib anoda birləşib. Burada anoddur. Buradan, baxın. Buradan işıq şüaları göndərilir. Yəni, foton dediyimiz anlayış işıq zərrəcidir. Buradan göndəririk. Katodun səthi qızır. Qızdırılmış katodun səthindən nə ayrılır? Elektronlar. Baba, elektron ayrılır, anoda doğru gedir. Dövrədə cəryan yaranır.
Aha. Dedi ki, katodun səthinə elektronların qopması hadisəsi fotoeffekt adlanır. Bu hadisə deyirik fotoeffekt hadisəsi. Aha. Bu hadisə üçün cərəyan şiddətinin gərginlikdən asılı qrafiki var. Biz buna deyirik volt-amper xarakteristikası. Volt-amper xarakteristikası. Sadəcə buradan başlayaraq. U maksimal. Saxlayıcı gərginlikdə deyilir. O maksimal deməyək. Burada deyək ki, lap ləngidici gərginlik. U ləngidici. Baba, qrafik belədir baba. Bura olacaq doyma cəryan şiddəti. I doyma. Bura olacaq doyma cəryan şiddəti. I doyma. Doyma cəryan şiddətinin düsturu I doyma bərabərdir nədir? N vurulsun Y bölünsün T. Və doyma cəryan şiddəti I doyma cəryan şiddəti gərginlikdən nədir? Asılı deyildir. Yəni, bura qədər gərginliyi artıra gedirik. Bundan sonra artıq doyma cəryan halına gəlir. Artıq burada elektronlar hamısı gəlib anoda tərəf. Dövrədə cəryan maksimum olur və bundan sonra gərginliyin sonraki artım qiymətində daha cəryan şiddəti artmır. Aha. İndi deyək ki, bax Einstein nədir? Deyək ki, qızdırılan metaldan elektron ayrılır. Metalın səthindən elektronun qopması üçün, qopartmaq üçün düzdür, müəyyən bir iş görülməlidir. Həmin iş olacaq çıxış işi. A, Ç ilə göstərirlər. Çıxış işi. Çıxış işi. Əla. Bu elektronlar hər hansı bir sürətlə hərəkət edir və bu da deyirik ki, yəni bu sürət dedik ki, hansı enerjiyə malik, əgər sürəti varsa zərrəcin, kinetik enerjisi. Kinetik enerji. Biz buna görə deyirik ki, fotoeffekt üçün Einstein tənliyi. Fotoeffekt üçün Einstein tənliyi nədir? Einstein deyir ki, fotonun enerjisi bərabərdir A çıxış plus Y kinetik maksimum. Maksimal kinetik enerjiyə. Aha. Buna deyirik ki, fotoeffekt üçün Einstein tənliyi. Çıxış işi nədir? Bax, metalın çıxış işi nədən asılıdır? İstənilən metalın səthindən elektron qoparmaq üçün müəyyən qədər işıq şüaları göndərməliyəm, foton şüaları göndərməliyəm. Düzdür? Ona görə də hər bir metalın səthinə elektron qoparmaq üçün müəyyən qədər enerji lazımdır. Bütün metallardan elektron qoparmağımız, yəni eyni şüalarla bütün metallardan elektron qoparda bilməz. Yəni, çıxış işi bu katodun səthin hazırlandığı maddənin növündən asılıdır, parlaqlığından asılıdır. Nə qədər parlaq olarsa, bu katod o qədər yaxşı elektron ayrılar, çox elektron ayrılar. Aydındır. Ona görə deyilir ki, çıxış işi yalnız maddənin növündən və katodun parlaqlığından asılıdır. Hər hansı bir katodun səthindən qopan tezlikdən, dalğa uzunluğundan və gərginlikdən nədir? Asılı deyildir. Bu birinci ilk növbədə bunu dedik. Bəs Y kinetik maksimum nədir? Bəs bu dövrənin bu digər aşağı hissəsi nədir? Aha, ləngidici gərginlik deyilir. Buna deyilir tərs birləşmə. Əgər bu qütüblərin yerini dəyişsək, onda görərik ki, hələ də dövrədə cəryan var. Dəyişəndə, bax, qütüblərin yerini dəyişəndə, görərik ki, hələ də bu cəryan var. Bu cür cəryan, bu cəryan nəyin hesabınadır? Ləngedilən gərginlik hesabına. Yəni, artıq burada deyərik ki, katoddan elektron qopur, gedir anoda doğru. Biz bu qütüblərin yerini dəyişsək, yəni artıq katodun səthindən qopan elektron anoda doğru getməz.
Təzədən qayıdacaq. O qopacaq, buradan qayıdacaq. Niyə? Qütblərin yerini dəyişdikdə bura olur müsbət, bura olur mənfi. Və müəyyən səthdən bu anodun səthində elektronlar ki var idi, onlar da qayıdacaq bu tərəfə, katoda tərəf. Çünki katod müsbətə birləşər. Və ona görə də bir müddət dövrədə cəryan olar. O da ləngedici gərginlik hesabına. Ona görə deyilir ki, ləngedici gərginliyin qiyməti, buna deyirik bəzən saxlayıcı gərginlik. U saxlayıcı, U ləngedici bərabərdir kinetik enerjinin maksimal qiymətinə. YK maksa bərabərdir. O saxlayıcı və bəzi kitablarda göstərilir. Burada elektronun yüküdür də. Bərabərdir mv kvadratı bölü 2. Yəni bildiyimiz bu saxlayıcı gərginlik kinetik enerji ilə düz mütənasibdir. Bildiyimiz bu saxlayıcı gərginlik, O saxlayıcı, sürətin maksimal qiyməti ilə kvadratik mütənasibdir. Burada yazaq ki, mv maksimum, çünki kinetik enerji burada maksimum. Buraya kadar bir problem var mı uşaqlar? İndi bir dənə topluda olan bir sualın elə bir ki bir hissəsidir. İndi bunu deyək. Ondan sonra keçək bu düsturlara. Dedik ki, əgər bu birləşmə düz birləşmə olsaydı, buna deyirik düz keçid. Dedik axı düz də birləşə bilir, tərs də birləşə bilir. Düz birləşmə olsaydı, düz birləşmə olsaydı, onda nə baş verərdi? Deyərik ki, bu elektronların kinetik enerjisi, yox, foton deyək. Fotonun enerjisi bərabərdir çıxış işi, elektronların səthindən qopan çıxış işi, üzərinə gəl elektronların hərəkət kinetik enerjisi, çıxılsın U düz birləşmənin gərginliyi. İstisna, tərs birləşmə. Buna bəzən deyilir düz gərginlik. Ona görə UD yazdım. İndi deyirəm tərs gərginlik. Tərs gərginlikdə deyilir uşaqlar. Y foton bərabərdir A çıxış plus Y kinetik plus U tərs gərginlik. Ləngedici gərginlikdə deyilir və ya tərs gərginlikdə yazılır. Bunların qiyməti verilir. Topluda buna aid suallar var. Mənbə əgər tərs birləşərsək, fotonun enerjisi və ya kinetik enerjisi, burada kinetik enerjini taparsınız. Burada da, orada çox güman ki, kinetik enerjini istəyir. Bəs yaxşı, fotoeffekt nə vaxt baş verər? Hansı şərt daxilində fotoeffekt hadisəsi baş verər? Buraya qədər bir problem var mı? Fotoeffektin birinci, ikinci, üçüncü qanunlarında onlarda deyərik. Problem var mı buraya qədər uşaqlar? Yoxdursa davam edək. Dedik ki, fotoeffektin baş verməsinin səbəbi nə vaxt baş verər? Göndərilən fotonun enerjisi metalın səthindən elektron qoparmaq üçün müəyyən qədər iş görməlidir. Həmin iş çıxış işidir. Fotonun enerjisi çıxış işdən böyükdür, bərabərdir olduqda fotoeffekt hadisəsi baş verər. Yəni metalın səthindən artıq mən elektron qoparda bilərəm. İndi hər bir metalın səthindən elektron qoparmaq üçün, məsələn, deyirik ki, müəyyən qədər tezlik olmalıdır. Çünki enerjisi varsa onun tezliyi var. Hər bir metalın da öz çıxış işi olur. Fotoeffekt hadisəsində deyirik ki,
qırmızı sərhədin tezliyi və ya dalğa uzunluğu. Bax, bu cür deyilən bir anlayış var. Məsələn, nə deyirik? Bax, bir dənə lövhəmiz var. Bundan elektron qoparda bilməyimiz üçün bu lövhənin tezliyi, ən aşağı tezliyi, minimum tezliyi tutaq ki 4'dür. 4 Hz'dir. Bundan elektron qoparmaq üçün mən nə etməliyəm? Ən azı 4 Hz qədər və ya 4'dən yuxarı, yəni 5 Hz, 6 Hz, 7 Hz tezlikli şüalar göndərməliyəm. Onda deyirəm ki, bu metal üçün, bu lövhə üçün minimum tezlik nə qədərdir? 4 Hz'dir. Deməli, mən hansı işıq şüaları göndərdikdə, hansı tezlikli işıq şüaları göndərdikdə fotoeffekt baş verər? Tezliyi ən azı 4 olmalıdır. Bunu başa düşdükmü? Bu zaman deyərik ki, fotoeffekt yaranar. Fotoeffekt yaranar. Əgər 4 ilə göndərsən, fotoeffekt baş verər, elektronlar hərəkət eləməz. Amma 5 ilə göndərsə, artıq fotoeffekt də baş verər, elektronlar da hərəkət edər. Deməli, yuxarıdan silək. Deyirik ki, fotoeffektin baş verməsi üçün səbəb. Fotoeffektin baş verməsi üçün verməsinin şərtləri. Hansı şərtlər daxilində fotoeffekt baş verər? 1. Qırmızı sərhədin tezliyi işığın tezliyinə bərabər olduqda. 2. Fotonun tezliyi qırmızı sərhədin tezliyindən böyük olduqda. 3. S bərabərdir lambda nü deyil. Baxın, S bərabərdir lambda vurulsun nü. Lambda bərabərdir S bölünsün nü. Onda nü minimumdursa, lambda olar nə? Maksimum. Onda deyirik ki, bir dəqiqə. Aha, onu silim burada. Elə bilərsiz kəsir. Onda burada birdə dedik ki, Y foton bərabər olmalıdır A çıxışa. Birinci şərtdə. Kinetik enerji, yəni elektronlar hərəkət etməz. İkinci şərtdə Y foton böyükdür A çıxışdan. Üçüncü şərtdə isə baba lambdaya görə yazırıq. Deyirik ki, lambda kiçikdir lambda max. Kiçikdir bərabərlikdə olar. Fotoeffekt hamısında baş verər. Bəs nə vaxt baş verməz? Fotoeffekt hadisəsi baş verməz. Nə vaxt baş verməz? Nü minimum nüdən böyük olarsa, lambda maksimum lambdadan kiçik olarsa. Bu zaman fotoeffekt hadisəsi baş verməz. Baş verər yuxarıdakılardır, baş verməz aşağıdakılardır. Yəni, fotonun enerjisi metalın səthindən qopan çıxış işdən kiçik olanda fotoeffekt hadisəsi baş verməz. Belə. Fotoeffektin dedik ki, hər bir metalın səthində elektron qopara bilmək üçün mənə minimum tezlik lazımdır ki, həmin tezliyə deyirlər nü minimum. Və ya adına deyirlər qırmızı sərhədin tezliyi. Qırmızı sərhəd. Allah. Dedik ki,
Metalın sərhədində qırmızı sərhədin tezliyi, bax belə bir söz var. Qırmızı sərhədin tezliyi və dalğa uzunluğu. Aha, çıxış işin düsturu A çıxış bərabərdir H vurulsun nü minimum. Və ya A çıxış bərabərdir H vurulsun S bölünsün nə? Lambda maksimum. Onda deyərik ki, nü minimum qırmızı sərhədin tezliyi bərabərdir A çıxış bölünsün H-dır. Qırmızı sərhədin dalğa uzunluğu isə HS bölünsün A çıxışdır. Və burada qeyd eləyərik ki, qırmızı sərhədin tezliyi metallara aiddir, konkret bir qiymətdir, heç nədən asılı deyil. Lambdadan, nüdən, fotonun enerjisindən nədir? Asılı deyildir. Qırmızı sərhədin tezliyi. Bəs qırmızı sərhədin dalğa uzunluğu lambda max. Lambda max da deyirik ki, yenə nüdən, lambdadan, udan, Y fotondan nədir? Asılı deyildir. Qırmızı sərhədin tezliyi və dalğa uzunluğu bax, heç nədən asılı deyil deyərik. Bu da belə. İndi biz keçək fotoeffekt hadisəsi üçün Einstein tənliyini təzədən yazaq. Bura qədər sual varmı uşaqlar? Əla. Onda fotoeffekt üçün Einstein tənliyini təzədən yazırıq. Sonra qanunları yazarıq. Fotoeffekt üçün Einstein tənliyi yazırıq ki, Y foton bərabərdir A çıxış plus YK maksimum. Bax, bu düstur çox hallarda yaza bililir. Məsələn, fotonun yerinə yazırsan H nü bərabərdir. A çıxışın yerinə yazırsan H nü minimum. Üzərinə gəl, Y kinetikin yerinə yazırsan Y o saxlayıcı. Və ya yazırsan HC bölünsün lambda bərabərdir HC bölünsün açıqışın yerinə yaz HC bölünsün lambda maksimum plus M və maksimalın kvadratı bölü 2. Yəni düsturu nə qədər istəsən dəyişə bilərsən. Səndən asılıdır. Aydındır. Bax, Y o saxlayıcı da yaza bilərsən. MV kvadratı bölü 2 ilə yaza bilərsən. P kvadratı bölünsün 2M ilə yaza bilərsən. Bax, burada yazırsan, bax, H nü bərabərdir H nü minimum plus P kvadratı bölünsün 2M. Şey, qutardı, getdi. Bax, buradan kinetik enerjini tapa bilərsən. Bax, YK max bərabərdir. Bax, buradan tapaq. HC bölünsün lambda çıxılsın. HC bölünsün lambda max. Dalğa uzunluğunda dedik. Bax, məsələn, buradan U saxlayıcını tapa bilərsən. U saxlayıcı bərabərdir H nü çıxılsın H nü minimum bölünsün Y-yə. Məsələlər həllində hamısı bu şəkildə istifadə olunur. Diqqətli olaraq davam edək. Davam elədiyimiz anlayış nədir? Artıq bölmə demək olar ki, bitib. 3 dənə qanun var. Bu 3 dənə qanunu deyirik və bölməni yekunlaşdırırıq. Deyirik ki, 1. Fotoeffektin birinci qanunu. 1. Burada yazırıq fotoeffektin birinci qanunu. Fotoeffektin birinci qanunu nədir? Deyilir ki, metalın sərthindən işığın bir saniyədə qopartdığı fotoelektronların sayı və doyuma cərəyan şiddəti şüalama intensivliyi ilə düz mütənasibdir.
işığın tezliyindən və dalğa uzunluğundan asılı deyildir. Yəni deyir ki, i doyma və qopan elektronların sayı m nə nüdən, nə də lambdadan asılı deyildir. İşığın intensivliyi, şüalanma intensivliyi, baba belə deyək. Şüalanma intensivliyi. Şüalanma intensivliyi. Şüalanma intensivliyi i n-lə düz mütənasibdir və doyma cəryan şiddəti ilə düz mütənasibdir. Doyma cəryan şiddəti və qopan elektronların sayı nə nüdən, nə də lambdadan, yəni nə tezlikdən, nə də dalğa uzunluğundan asılı deyildir. İşığın intensivliyi, doyma cəryan şiddəti və qopan elektronların sayı ilə düz mütənasib. Buna deyirik fotoeffektin birinci qanun. İkinci qanun nədir? Fotoeffektin ikinci qanunu. İkinci qanunda deyilir ki, fotoelektronların maksimal kinetik enerjisi, maksimal sürəti, saxlayıcı gərginliyi və maksimal impulsu şüalanma intensivliyindən asılı deyildir. Aha. Bəs nədən asılıdırlar? Bax, bunların düsturlarını burada bir-bir dedim. Bax, istəsəz burada sürətini də tapa bilərik. Sürətin düsturunu da tapa bilərik. Tezlikdən və dalğa uzunluğundan burada mv kvadratı bölünsün 2 yazırsan, tapırsan. Və bəs bunlar nədən asılıdır? Deyilir ki, bax, kinetik enerji tezlikdən, yəni hamısı tezlikdən və dalğa uzunluğundan asılıdır. Məsələn, deyirəm ki, kinetik enerjinin tezlikdən asılılıq düsturu, daha doğrusu qrafiki. YK-nın nüdən. Baba belə mütənasib olar. Burası yazırıq, qırıq-qırıq xəttdən endiririk. Əgər bura kinetik enerjinin düsturudursa, onda bura olacaq mənfi açılış. Bura olacaq nü minimum. Baxın, bu hissə. Nü minimum. Ən önəmli yerdəsə. Ona görə bunları yaxşı öyrən. Bayaqda düsturu var idi. Y kinetik bərabərdir. H nü çıxılsın H nü minimum. Baxın, bu nöqtədə tezlik 0 olur. Düzdür. YK bərabərdir mənfi H nü minimum. Yəni YK bərabərdir mənfi açılış. Ona görə burada mənfi açılış yazdım. Əgər burada o saxlayıcı gərginliyi tapsaydım, H nü minimum bölünsün Y olardı. Nünün 0 qiymətində H nü minimum bölünsün Y olardı. Düzdür? Yəni onda deyərik ki, o saxlayıcının tezlikdən asıllıq qrafiki verilərsə, onda bu nöqtəni bilirik. Nü minimumdur, nü minimum. Bəs bu nöqtə nə olar? Axı bölmək E var. Mənfi açılış bölünsün E. Kinetik enerjinin düsturunda burası mənfi açılışdır. Amma saxlayıcı gərginliyin düsturunda mənfi açılış belə Et. Tezlikdən kinetik enerjinin və saxlayıcı gərginliyin bu ikinci qanuna aiddir. Tezlikdən asılı olması düsturunu yazdıq. İmpuls və P maksimal və V maksimal da tezlikdən bu cür asılıdır. Baxın şu an. Tezlikdən bu cür asılıdır. Dalğa uzunluğundan da asıllıq qrafiki fərqlidir. Bax belə. Nü minimum. Çünki buradan impuls P kvadratı bölünsün 2m'dir. İmpulsu tapsam kök altına düşəcək. Ona görə bu cür alınır. Sürəti də tapsam kök altına düşəcək impuls da. Ona görə bu cür alınır. Yəni, əsas məsələ fotoeffektin ikinci qanunda deyilir ki, maksimal kinetik enerji, maksimal sürət, maksimal gərginlik, maksimal impuls
İşıq şüalama intensivliyindən asılı deyildir. Bəs bunlar nədən asılıdır? Tezlikdən və dalğa uzunluğundan. Tezlikdən asılı olmasını yazdıq. Hamısı da dalğa uzunluğu ilə tərs münasibdir. YK max, U saxlayıcı, P max və V max. Dalğa uzunluğu bax bu cür asılıdır. Baxın, o bura olacaq lambda maksimal. Lambda maksimal. Əla. Davam edelim. Düsturlarda dediyim kimi Einstein'in düsturlarından da asıllıq qura bilərsiniz. Fotoeffektin artıq üçüncü qanunu. Üçüncü qanunda nə deyilir? Fotoeffektin baş verməməsi. Artıq biz bunu demişik. Yenə də deyək. Nə vaxt fotoeffekt baş verməz? Qırmızı sərhədin tezliyi fotonun tezliyindən, düşən işıq şüalarının tezliyindən böyük olarsa bu zaman fotoeffekt baş verməz. Və ya lambda maxdan böyük olarsa yenə baş verməz. Nə vaxt baş verər? Deyərik ki, nü böyükdür nü minimum olanda və ya lambda kiçikdir, bərabərdir lambda max olanda fotoeffekt baş verər. Bu da fotoeffektin üçüncü qanunu. Qrafiklərində hamısını dedik. Bura qədər sual yoxdursa, 3 dənə 1-2 dənə şəkil çəkək. O 1-2 dənə şəkil üçün bəzi şeyləri deyək, ondan sonra yekunlaşdıraq. Sual yoxdursa, davam edək. Aha. Onda deyirik ki, başladıq. Dedik ki, volt-amper xarakteristikası, fotoeffekt üçün volt-amper xarakteristikası. İ'nin U'dan asıllıq qrafik verilib. İ'nin U'dan asılı qrafik. Qrafikimiz bu şəkildədir. Bu birinci. Bu olsun U1, burada olsun U2. Aha, lap bu olsun ikinci. Aha, müqayisə eləyək. Doyma cəryan şiddəti I doyma 1, I doyma 2. Hansı daha böyükdür? B1, B2. Fikri olan var mı? İ doyma 2 İ 1'dən böyük olar. Bəli, çünki burası I doymadır. Bəli. Burası 2'dir. İ doyma 2, İ doyma 1'dən böyükdür. Sonra saxlayıcıda, gərginlikdə. U1 U2'dən böyükdür. Bax, burada fikir veririk. O2 O1'dən böyükdür. Aydındır. Bax, bunu yadda saxlayın. O2 O1'dən böyük olar. Dövrədə, məsəl üçün 10 volt gərginlik var. Ona 10 volt da verilməlidir ki, yəni 10 volt da azalmalıdır ki, o gəlib bax, burada gərginlik müəyyən bir qiymətə çatsın. Düzdür. Yəni, bu cəryan mənbəyin gərginliyi 10 voltdur da. Tərs birləşəndə bu mənfiləşir, sıfırlaşır. Ona görə mənfi 10 volt yazaram. Amma dövrədə gərginlik nə qədərdir? 10 voltdur. Aydındır. Ona görə də bax, sol tərəfdəki sağ tərəfdəkindən böyükdür. Bax, bu saxlayıcı gərginlik necə olarsa, kinetik enerjidə də elədir, sürət də elədir, impuls da elədir, tezlik də elədir. Bir dənə dalğa uzunluğu bunların əksidir. Lambda 2 böyükdür, lambda 1. Başqa nələri müqayisə edə bilər? Doyma cəryanım varsa, şüalama intensivliyim var. Deməli, I1 I2'dən böyükdür. Bir də nəyim var? Qopan elektronların sayı N2 N1'dən böyükdür. Bax, bu 3 dənəni
bir-birindən asılıdır. Doyma cəryan şiddəti necə dəyişsə, digər bu şüalanma intensivliyi və qopan elektron sayı da o cürdür. Bunlar da bir dənə dalğa uzunluğuna çıxma şərti ilə saxlayıcı gərginlik necə olarsa eyni olar. Başa düşdük bunu? İndi buna aid bir dənə sual veririk. Deyirik ki, tutaq ki, fotoeffekt üçün volt amper xarakteristikası belə verilib. İ'nin U'dan asıllıq qrafiki. Qrafikimiz belədir. Digər qrafik də belədir. Bura olacaq 1, bura olacaq 2. Müqayisə elə. I doyma 1, I doyma 2. İşığın intensivliyi, şüalanma intensivliyi. I1, I2. Qopan elektronların sayı. N1, N2. Sonra müqayisə eləyin. O1, O2. P1, P2. Kim müqayisə eləyə bilər, ha? YK1, YK2. U doyma 1, U doyma 2'den büyüktür. I doyma 1, o I doyma 2'den böyükdür. Sonra U saxlayıcılar birbirine bərabərdir. bəli, Hamısı da onda YK'da bunların hamısı bərabər oldu. Tezlik də bərabərdir, dalğa uzunluğu da. şu tardı getdi. Aydındır. Bax, doyma 1, doyma 2'den böyükdürsə, bu ikisini birbaşa yazıram. I1, I2'den böyükdür, N1, N2'den böyükdür. Saxlayıcılar bərabərdirsə, bunların hamısını deyə bilirəm. Başa düşdük uşaqlar? İşıq mənbəyinin gücü. Məsələn, belə bir qarşımıza çıxa bilər. Güc dedi ki, elektrik bölməsindən bu yana gücü P hərfi ilə işarə edilir. Məsəl üçün, fotonun enerjisi bölünsün T yazaram. Foton dedik ki, işıq şüalarıdır da. Onda foton yerinə N, H, N bölünsün T. İşıq mənbəyin gücünü belə deyə bilərik. Gücü P olan rentgen borusu T müddətində tezliyi N olan en sayda foton şüalandırarsa, onda borunun faydalı iş əmsalı, yəni rentgen borusunu faydalı iş əmsalı eta bərabərdir NH N bölünsün P vurulsun T'dir. Və ya eta bərabərdir NH C N'nin yerine S bölünsün lambda yazdım da vurulsun lambda, vurulsun 100%. İfsiyor. Bir dənə də belə bir şey var. Deyilir ki, və buna aid də topluda sual var. Kütləsi M olan suyun üzərinə tezliyi N olan en sayda foton düşərsə, bax, suyun üzərinə en sayda foton düşür və su qızır da, düzdür? Onda düşən fotonun enerjisi NH N nə qədər qızdıra bilər? Sm delta T qədər. Delta T'ni buradan tapırız. Başa düşdük uşaqlar. İşıq kvantlarına aid izah bu qədər. Kim nəyi başa düşmədi? İlk deməli dedi ki, fotonun enerjisi YH-nüdür. Y bərabərdir H-nüdür. Sonra H bölünsün lambdadır. İmpulsu var. MC-dir. H bölünsün lambdadır. H-nü bölünsün S-dir. Fotoeffekt üçün Einstein tənliyidə fotonun enerjisi bərabərdir. Açıq plus Y kinetikdir. Sualınız var mı? Başa düşmədiyiniz bir şey var mı uşaqlar? Aha. Dərsimiz